Əslində isə Azərbaycanın mənşəyinin türkçülüklə heç bir əlaqəsi yoxdur. Yəni uzun əsrlər boyu türk köçləri zamanı aramızda bir məsafə olub. Xəzər adlı bir fiziki baryer olubdu. Və Xəzər dənizi imkan verməyib ki, türklər bura axın etsin. Həmçinin Azərbaycanı həm şimaldan, həm cənubdan dağlar qoruyurdu. Və türklərin yeganə yaşadığı yer, tarixi xəritələrə də baxa bilərsiniz. Rusların hətta Azərbaycanda ilk etnik xəritələrinə də baxa bilərsiniz. Düzdür, onlar belə qərəzli idi, türklərin xeyrinə götürürdülər, amma yenə də o xəritələrdə yenə də o ərazi bölgüsünü görə bilirsiniz. Türklər yalnız Aranda yaşayırdı. Yəni dağlıq ərazilər, həmçinin Bakı ərazisi, Bakı dağlıq ərazi deyildi. Abşeron deyək, Bakı düzgün olmaz. Abşeron və hətta ətrafı yenə də İran dilli və Qafqazlardan ibarət olubdu, ya da ermənilərdən ibarət olubdu. Yəni burada hansısa bir türkçülük olub, hansısa bir güclü bir türkçü mədəniyyəti olub, falan olub. Bunlar boş söhbətlərdir.